Baxsız vidasız geçsən neylərsən, bir gün nakan vəfasız geçsən neylərsən, dünyadan ayrılarkən xəbər vermədən, səndən səssiz sedasız geçsəm neylərsən. Eşidəndə dəyişmişəm dünyamı, çiçəklər də haray salsa incimə. Demirdin mi alacaqsan canımı, ruhum geçsə, canım qalsa incimə. Heç bilmədim daşım belə ağır. Heç bilmədim daşım belə ağırdır, bəxtim belə biçarə adamdır. Gedəcək, gönlər mənim çağırım. Daha yerdə gəlmək olur, hələ ki çağırım. Saçlarını hölmeden ölsem, ben senle bir xoşbəxt bir gün sürmeden ölsem, seni görmeden ölsem beni yar danışla dilberim, seni saçlarını hölmeden ölsem, ben senle. Bu şəkildəki gördüyünüz şəxs Cavad Məmmədovdur. O, Tovuz döyüşləri zamanı milli qəhrəmanımız Polad Həkimovun şəhid olmasına çox üzülür və ehtiyatlı olan zabit kimi könüllü yazılır. Döyüşlərə getməmişdən qabaq son 40-cı yaşını qeyd edir. Baş leytenant Cavad Məmmədov öz əsgərlərini özündən belə çox qoruyurdu. Öz əsgərlərinə ata olmuşdu. Lakin 28 sentyabr Murovdağ uğrunda gedən döyüşlərdə baş leytenant Cavad Məmmədov şəhadət şərbətini içmişdir və şəhidlik zirvəsinə ucalmışdır. Allah sənə rəhmət eləsin. Sen de benim ardımdan bir türkü söyle, ağlaman ne, gidiyorum ben. Ecel utanırdı, alsın canımı, ölüm istemirdi, ölesen. Yaşlı lisandı qurutmaq olmur, şəhidləri. Nə var Allahdan yuxarı, nə var qəbirdən aşağı, ruhum hazırlaş gedirik, sən yuxarı, mən aşağı. Kardeş kardeş gel çık halimin üstüne, kalbim yanır aram aram hasta, her yardıma